Napolyonun dediyi kimi müharibə dəhşətdir. Bu gün o dəhşət dediyimiz müharibə bizim cənubumuzda yerləşən İranda yaşanır. Ermənistana yaxın bəzi mənbələr İranla sərhəddə Azərbaycan qırıcılarının uçduğunu qeyd edir. Radarlarda yaranan görüntü isə budur. Bəşəriyyətin çatdığı ən dəhşətli yer müharibədir. Bunu təkcə İran-İsrail arasında yaranan savaşa görə demirəm. Ümumiyyətlə bu belədir. Napolyonun dediyi kimi müharibə dəhşətdir. Bu gün o dəhşət dediyimiz müharibə bizim cənubumuzda yerləşən İranda yaşanır. Təbriz şəhərinə olunmuş hücum bizə bir başqa cür təsir edir. Təbriz hava limanından olan görüntüyə baxın. Digər təsir edən tərəf odur ki, araqatanlar bizi də bu söhbətə daxil eləməyə çalışır. Ermənistana yaxın bəzi mənbələr İranla sərhəddə Azərbaycan qırıcılarının uçduğunu qeyd edir. Ermənilərə hay lazımdır ki, bizim qırıcıları havaya qaldırsın. Afrikada biri güllə atsa deyəcəklər ki, Azərbaycan qırıcıları havaya qalxıb. Bunlar halüsinasiya görürsə əgər, bizdə hər cürə dispanserlər var. Sağaldaq, sizi qaytaraq evimizə. Düşmənin də gərək mərd olanı ilə qarşılaşasan. Bizim də bəxtimizə bunlar düşüb. Sosial şəbəkələrə saxta xəbərlər buraxaraq Azərbaycanı qonşusu İranla üz-üzə qoymağa çalışırlar. Azərbaycan rəsmi şəkildə bu xəbərləri təqzib edib. Cəmiyyətə də yalnız rəsmi xəbərlərə baxmaq tövsiyə olunur. Hal-hazırda İran üzərindən keçən mümkün bütün uçuşlar ləğv olunduğu üçün bir çox reyslər bizim səmamızdan həyata keçirilir. Radarlarda yaranan görüntü isə budur. Bu şəkil bizim necə çətin regionda yaşadığımıza dair sübutdur. Bizdə havada qırıcı olsa, bu qədər reys bizim səmamızdan keçməzdi. Yəqin bəziləri sadə məntiqi başa düşə bilir də. An etibarı ilə bizim də bir çox reysimiz bu müharibəyə görə ləğv olunub. Hələ ki bu ləğv olmalar bugün və sabaha şamil edilir. Müddət uzanacaq ya yox, o hələ ki məlum deyil. Bizim özümüzdəki gündəmin müharibə ilə heç əlaqəsi yoxdur. Bizdə tamam başqa bir dünya yaşanır. Masazırda bir hadisə baş verib, onu danışmaq üçün xüsusi hazırlaşmışam. 4 bala itin üstündən keçən maşını görmüsünüz? Ürəyi zəif olanlar baxmasın. Bu gözü dönmüş adamın bunu eləməyinə nə ad vermək olar? Bir insan övladı niyə belə bir iş tutsun? Xəbərin digər tərəfi ondadır ki, o itlərə yemək verən, qulluq edən adamı da şəxsən tanıyıram. Elə ən birinci o adam paylaşıb bu hadisəni. Sonra digər saytlar da ondan götürüb tirajlayıb. 4 bala itin 3'ü tələf olub. Birində ayaqları sınıb. Təbii ki, o heyvanların ahı bu adamı tutacaq. Ona şübhəm yoxdur. Amma belə də inanıram ki, bu şəxsin əməlinə qarşı ölçü götürüləcək. Çünki bu insanın psixoloji problemi var, təhlükəli adamdır. Hadisəni törədəndən sonra elədiyinə itdi də ölüb, deyib. Sağ qalanı da veterinara aparmayıb. Ən az onu aparsaydı, bilmədən elədiyini düşünmək olardı. Heyvanlara qarşı mərhəməti olmayan adamın yaxşı adam olma ehtimalı yoxdur. Və bunu bugün bu qədər rahat edə bilən adam, sabah insanlara qarşı da eyni qaydada gözü dönər. Hələ bu adamın sürücülük vəsiqəsi, maşını da var. Kim zəmanət verə bilər ki, sabah bu adam kimisə üstündən keçməyəcək. Hələ sizə digər xəbər danışacağım. Bunu danışanda adam lap utanır. Bir nəfər qadın adı ilə profilləri yaradıb vətəndaşların pullarını talayırmış. İnsan kimi işləmək söhbəti yoxdur da. Gərək ancaq belə ayıb işlərlə məşğul olasınız. Utanmaq hissi onsuz bunlarda yoxdur, zavod ayarlarında gəlmir. O heç olmasa qorxu hissi olsun. Yəni bu əməl cinayət xarakterlidir. Buna görə adamı bağışlamırlar. Demirlər bir də belə bir şey olmasın. Adamı həbs eləyirlər. Bu ölkədə oğlanlar var ki, daş daşıyır, pul qazanır. Heç olmasa olanın əlinin zəhmətindən utanın. Oturmuş evdə qadın profilləri açıb cəmaatın şəkillərindən istifadə edirsiniz. Sizə aldanan adamlar da bir başqa cür günahkardır əslində. Sadəcə həmin zəmini siz yaradırsınız. Sosial şəbəkələrdə o qədər fırıldaqla qarşılaşırıq ki, adam ən yaxın dostunun mesajına inanmır. Çünki ola bilər ki, kimsə dostunun şəklindən, adından istifadə eləsin. Bu adamlar nömrəsini bildiyimiz adamların adından saxtakarlıq eləyir. Kobud desək, gecə yerimizə girib Reels videosu izləyəndə belə, hansısa fırıldaqçının bizi allatmaq təhlükəsi və imkanı var. Əvvəl texnologiya yox idi, bu adamları tanımırdıq. İndi internet vasitəsilə evimizin içinə girib pulumuzu götürüb gedirlər. Buna el arasında yaşayış demirlər. Dünyadakı müharibələr də bizi ayrı cür qoymur yaşamağa. Bir gün sülhün gəlməsini və hər şeyin yaxşı olmasını arzu edirəm.